1818-ci ildə 28 mayda quruldu. Ancaq bu Xalq Cümhuriyyəti 2 il ömür sürdü və 1920-ci ildə süquta uğradı və daha sonra 1991-ci ildə yenidən müstəqilliyin bərpası olaraq 18 oktyabrda yenidən müstəqilliyimizi əldə etdik. Mustafa Kemal Atatürk Türkiyə Respublikasının ilk ulusu olmuşdur. 1881-1938-ci illərdə yaşamışdır. O Türkiyədə mühüm islahatlar aparmış və Türk xalqına inkişafına böyük töhfə vermişdir. Burada Malacik döyüşünü Göstərəcək. təsvir eləmişəm. Burada Sultan 1-ci Muradı qələbədən sonra döyüş meydanını yoxlamaq istəyir. Burada Alparslan təsvir eləmişəm. Burada isə Elçə xanım. Qız qalası Şirvanşahlar döyüşü üçün. Hündürlüğü 28 metrdir. Yəni divarın qalınlığı 5 metrə çatır, diametri maksimum. Şirvanşahlar dövründə mövcud olan tikilmiş qız qalası. Bu isə qədim dövrdə istifadə olunmasıyla məkandır. Atabəyilə və Hükümdarı Şəmsəddin. Bizə Azərbaycan ərazisi xəritəsi.